Sweep aletinden istifadəni gördükdən sonra sweep aletindən istifadə edərək hansı tərz modellərin çəkimlərini edə bilərik? Əvvəlcə bunları görək məsələn. Demək istədiyim nədir? Məsələn, bu kimi springlər görəcəksiniz. Bəlkə iş həyatınızda bunların çəkimlərini edə bilərsiniz. Bu springlərin çəkimlərində sweepdən istifadə olunur. SolidWorks-da necə edilir? Həmən onları görək. Gəlirik əvvəlcə front plane açırıq. Tutaq ki, siz deyirsinizsə, springimin ölçüsü 500 olacaq. O zaman buradan çəkəcəyiniz line, bizim çəkəcəyimiz indi line olacaq. Onun ölçüsü 500-dən daha çox olsun. Məsələn, 700 olsun. Gəlin bir dənə line çəkin. Ölçüsünə məsələn 700 deyək. Bu şəkildə bir line eləyək. Daha sonra etməmiz gerəkən nədir? Gəlin burada bir çevrə çəkin. Belə bir çevrə çəkək və ölçüsü 10 deyək məsələn. 10 çox balaca olacaq, onun üçün çevrəyə 30 deyək məsələn. Okey. Daha sonra həmin bu springimizin bizim çöl diametri olacaq bu. Məsələn, bura geri döndüyümüz zaman buradan bir spring astığımız zaman tutaq ki, bu daha yaxşı şəkildir. Buranın çöl diametri var. Gördüyünüz kimi bura çöl diametridir. Çölündən çölünə qədər olan məsafə. Bir də springimizin özünün diametri var. Həmin bu gedən sweep'in diametri var. Onun diametrin 30 olaraq girdi. Bizə çöl diametri lazımdır. Onun üçün gələk bir center line çəkək əvvəlcə. Bu şəkildə. Sonra buna ölçü verək. Smart Dimension'dan. Məsələn, çöl diametrimiz olsun 200. 20 girdi səhvliyinə. 200 ölçüsü olsun. Bu şəkildə. İndi etməniz gerəkən nədir? Əgər belə edib sweep'də getsəniz, buranı seçib ikincidə bunu seçməyə çalışsanız seçməyəcək. Səbəbi nədir? Sweep'də ən önəmli olan hissə iki ayrı skeçin olmasıdır. Buna diqqət edin. Yəni eyni skeçin içərisində iki dənə modeli çəkib bu şəkildə sweep eləməniz mümkün olmayacaq. Onun üçün nə etməniz gerekir? Gələk həmən bunu buradan silək. Okey vuraq. Bu skeci tamamilə bağladım. Hal-hazırda bu skecdən çıxdım. Yeni bir skeç create edirəm. Daha sonra gəlirəm, modelimi burada çəkim edirəm. Buradan 30 ölçüsündə yenə bir çevrə, daha sonra yenə tez bir şəkildə belə bir çəkim eləyək. Smart Dimension'dan da ölçüsün 200 verək. Hal-hazırda isə gördüyünüz kimi məndə 2 dənə fərqli skeç var. Artıq buradan sweep'dən istifadə edərək burada springimi düzəldə bilərəm. Gəlirəm, sweep'də girdiyim zaman, indi məsələn, birinci məndən nəyi sweep'də eləməyimi soruşur. Təbii ki, bunu seçirik. Daha sonra yolu soruşur. Yolda bu olacaq. Bunu seçirik. Yenə sweep'də eləmir. Burada səbəb nədir indi? Ayarlardan biz sweep'i aktivləşdirməliyik. Bunu necə edəcəyik? Optionlara keçid edirik. Buradan ikincidən gəlin specify twist edin. Specify twist value edin. Məsələn, burada sizə dərəcə və ya radian və ya revolution çıxacaq. Revolve eləmək üçün buradan neçə dənə dönmə hərəkət edəcək. Onu seçin. Məsələn, 1 elədiyimiz zaman başdan sona qədər bir dönmə ilə gedib çatır. 2'ye qaldırdığı zaman bu şəkildə 3, 4, 5 və getdikcə artıq spring shape-ni almağa başlayır. Məsələn, buranı biraz daha çox eləyək. 10 eləyək və OK basaq. Bu şəkildə springimizi düzəldirik. Daha sonra biz 500 ölçüsü istəyirdik. Onun üçün nə edirik? Gəlirik yenə front plane-a bir sketch açırıq. Çox bəsit. Gəlin burada 2 dənə rectangle çəkin. Bu şəkildə və bu şəkildə. Hətta bu rectangle'lara biraz daha əlaqə verib buranı seçib daha sonra buradan da mərkəzləri 1 olacaq şəkildə eləyə bilərsiniz. Amma çox önəmli deyil. Zaten kəsmə əməliyyatını yerinə yetirəcəyik bunlarla. Gəlin bu ölçüyə 500 deyin. 500 ölçüsü deyin məsələn. Bu şəkildə eləyə bilərsiniz. Bunu biraz artıraq. Hətta gələk bununla əlaqə verək. Tangent verəcəm. Gəlsin, hər zaman burada dayansın. Bizim springimiz böyüyəndə kəsimdə problem olmasın. Bu şəkildə edin. Daha sonra gəlin
extrude cut'tan true almost deyin ve OK basın ve 500 ölçüsünde yani uzunluğunda olan springimiz hazır olur bu şekilde. Bunu bu şekilde hazırlayabilirsiniz. Evet bu kimi sıkıntılar var. Mesela bunları düzeltmek için gelin extrude cut'la oynadığınız zaman çok rahatlıkla düzeltebileceksiniz. Mesela gelin bu əlaqəni silin. Bunu biraz yukarı kaldırın. Bitti. Hatta gelin bununla əlaqə verin. Elə deyək. Tangent əlaqəsi verin. OK basın. Bu şekilde modelinizi hazırlayabilirsiniz. Spring çekimlerde böyle olacak. Yani swap'ten istifade ederek. OK. Ümid edirəm hər hansısa bir çətinliyiniz olmaz. Sualınız olduğu təqdirdə mənlə əlaqəyə keçə bilərsiniz. Hələlik.